Zəkat başqadır. Zəkat sədəqə balaca məbləğdir. Sədəqənin çoxu azı yoxdur. Yəni, imkanına görə. Zəkat isə əslində zəkat Allahda çox az bir şey istəyir. Bəzi insanların gözünə çox görsənir. Zəkatı hesablasa insan öz malına görə, imkanına görə cüzi bir şeydir. Yəni zəkatın amma şərti nədir? Üzərindən bir il keçməlidir. Yəni deyək ki, misal üçün ildə bir dəfə. İldə bir dəfə. Məsələn, sən özün üçün vaxt götürsən, mən yanvar ayını götürdüm. Çoxları Ramazan ayını götürür. Adam var deyir, mən may ayını götürürəm, hesab dəftərinə görə. Məsələn, yanvardan gəldi yanvar. Və Ramazanda götürdü, gəldi Ramazan ayı. Neyini hesablayır? Qazancı, biznesi var. Qazancının 2,5%-ni verir. Yəni, məsəl üçün, bu adam 100.000 qazanır, deyək. Onun 2,5%-ni verir. Yəni, 2,5%-ni 100.000 nə qədər edir? 2500. Əslində, baxanda məbləğə görə azdır, yəni, çox az. Yəni, 10.000-ə 250 manat düşür. 10.000-ə 250. Düşünün ki, 1000 manatı 25 manat, yəni hesablayanda. Amma misal üçün deyək ki, sənin gəlirin azdır, maaşın, onu xərcləyirsən ailənin, ondan zəkat düşmür, yox. Və yaxud da misal sənin evində deyirsən ki, pulun var. Nə qədərdir? Misal üçün ki, mənim evimdə 85 qram qızıl qiymətində pulum var və ya 85 qram qızılın var ya da onun qiymətində, dəyərində pulum var. Üzərindən bir il keçəndən sonra onun neyindirsə 2,5%-ni sədəqə verirsən. Amma şərt nədir? Üzərindən bir il keçməlidir. Sədəqə isə yox. Sədəqə balaca yəni məbləğlərdən verilir, cüzi məbləğlərdən verilir. Hocam, onda bu zəkat belə başa düşdüm ki, böyük məbləğdir, iş adamıdır, ticarətçidir və yaxud da ki, misal üçün evində yığdığın pul 85 qram qızıl qiymətindədir.